Hamiləliyin 12-14 həftəsində aparılan birinci skrining müayinəsi zamanı dölün inkişafı qiymətləndirilir. Müayinə zamanı dölün baş gövdə uzunluğu, ürək fəaliyyəti, anatomik strukturlar və boyun nahiyəsində şəffaf sahənin qalınlığı, yəni NT ölçülür. NT nədir? Boyun dərisindən kəllə sümüyü arasında olan təbəqədir. Bu təbəqə xromosom anomaliyalarını erkən riskini prediktə edilməsində istifadə edilir və 3,5 mm-dən artıq olmamalıdır. Bugün müayinə etdiyimiz pasiyentin ilk hamiləliyidir və hamiləliyi 12 həftə 4 gününə uyğundur. Dölün boyun qatı 5,4 mm izləndir. Əlavə olaraq kiçik burun sümüyü, dərialtı ödəm və 2 damardan, 1 vena, 1 arteriyadan ibarət olan göbək ciyəsini müşahidə edirik. Və biz bu pasiyenti xromosom anomaliyaları, yəni ələxüsus Down və Edwards sindromuna inkarı üçün irəli müayinələrə yönləndirdik.